Herkese salam. Kanalıma hamınız xoş gəlmisiniz qızlar. Bugün yeni bir vlog başladıram. Fikir verirsiniz bilmirəm, amma tez-tez vloglar atmağa çalışıram. Çünki siz bilirəm ki, məni zirvələrə daşıyacaqsınız. Mən sizin üçün çalışıram. Siz də bunun qarşılığında kanalıma abunə olmağı unutmayın. Dosta, tanışa, ətrafınızda kanalıma məsləhət görün və kanala abunə olun. Çünki yenə deyirəm və sizdən bir daha xahiş edirəm ki, mənim kanalıma abunə olasınız. Çünki mənim hədəfim bu ilin sonuna qədər 100.000 takipçiyə ulaşıb YouTube plakatını almaqdır. Ona görə də dəstəyinizi əsirgəməyin. Sizə mənim ehtiyacım var. Deməli, səhər tezdən evdən çıxma bəhanə tapmışam. Arxada arada Səbuinin və yaxud Adelin başını görə bilərsiniz. Arxada oynayırlar, yatırlar, yeyirlər, bilmirəm neynirlər arxada. Mən isə bugün gedəcəm hədiyyə almağa. Yaxın qohumumuzun ad günüdür. Mənə də bəhanə oldu ki, mən biraz evdən çıxım və hava alım. Çünki bəzilərinizə bəlkə qəribə gələcək, amma işləyən biri üçün ana olduqdan sonra davamlı evdə olmaq biraz depressiyaya sala bilir. Mən artıq 10 aydır ki, evdəyəm. 10 aydır işləmirəm. Bütün günüm evdə keçir. Sizin üçün vloglar çəkirəm. Bəzən çölə çıxıram hava almağa. Amma yenə də tək başıma yox, Adellə çıxıram. Amma bu dəfə Adeli atasına verirəm. Çünki Səbuy saat 1-ə kimi evdədir. Birdə isə işə gedir. Ona görə də mən bu fürsəti dəyərləndirib tez gedirəm gəzməyə, tozmağa, alış-veriş eləməyə. Məni ən motive edən şeylərdən biridir. Əminəm ki, sizin üçün də maraqlı olacaq. Bu arada bugün Səbuyinin əmsi qızın ad günüdür. Biz eyni həyətdə qalırıq. Gedəcəm hədiyyə almağa. Əkizlər bürcüdür. Heç bilmirəm nə alacağam. Heç bir fikrim yoxdur. Paltar bilmirəm bəyənər, bəyənməz. Boks yığsam. Hər fikirlərim qarışıb. Amma ümid edirəm ki, ortaya yaxşı bir şey çıxacaq. Və makyajımı tamamlayıram. Bir zamanlar isə Kiko'dan belə bir dodaq boyası almışdım. Rəngini heç bəyənməsəm də indi ənlik olaraq, dodaq boyası olaraq, parladıcı olaraq hər şəkildə istifadə edirəm. Yaxşı ki, salonun birində belə rəngi necə istifadə etmək olduğunu